Bugün biz sizinlə keçəcəyik Piaget inkişaf mərhələləri nəzəriyyəsini. Ola bilər, çətin gələ bilər, amma burada aydınlıq gətirəcəyik. Burada, yəni sual-cavab əsasında nə qədər rahat olduğunu anlayacağıq. Yaxşımı? Sadəcə bizə bu mərhələlərə aid situasiyalar düşəcək imtahana. Yəni bu mərhələlərdə hansı mərhələdə uşaqlarda hansı inkişaf gedir, hansı fəaliyyətləri icra edirlər, onları bilməyimiz bizə kifayət edəcək. Yaxşımı? İndi kimlər hazırdır? Zəhmət olmasa əlinizi qaldırın. Çox rahat şəkildə başlayaq sual-cavaba. Aha. Mahirə xanım, xoş gördük. Necəsiz? Mikrofonu açaq, Mahirə xanım bağlıdır. Salam müəllimə, necəsiz? Keyfli sağlığınız? Sağ olun Mahirə xanım, yaxşı olasınız. Aha, Mahirə xanım, ümumiyyətlə bu nəzəriyyənin məğzi nədir? Bax, Piaget zehni inkişafı mərhələləri nəzəriyyəsində bizə nə demək istəyirdi? Məqsədi nə idi? Deməli, Piaget onu demək istəyirdi ki, uşaqlar ümumiyyətlə hər bir şagird müəyyən mərhələlərdən keçir. Zehni inkişaf edir. O oyun oynayaraq dünyanı qavrayır. Yəni mərhələlərdən keçə-keçə və mərhələləri də ki bilirik ki, biz 4 mərhələyə bölüb. Birinci mərhələ sensomotor mərhələsidir. Deməli, hissi hərəkət mərhələdir. İkinci əməliyyat öncəsidir. İlkin əməli mərhələdir. Konkret əməli var. Bir də formal əməli mərhələlərə bölünür. Əla. Deməli, Piaget bizə nə deyir? Deyir ki, uşaqlar hər yaş mərhələsinə uyğun fəaliyyətlər icra edirlər. Yəni, sadədən mürəkkəbə doğru edirlər. Böyüklər şərait yaratmalıdır. Uşaqlar fəaliyyəti özləri icra etməlidir. Özləri tədqiqat aparmalıdır, özləri nəticəyə gəlməlidir. Kənardan müdaxilə etməməlisən. Səhv də etsə, özü səhv üzərində işləyib düzəldəcək. Gəzə bilmirsə, bir dəfə, iki dəfə yıxılacaq, sonra gəzəcək. Bax, yəni demək məqsədi budur, əsas məqsədi budur. Və keçək mərhələlərə. Bizə danışın formal əməli mərhələ haqqında. Bu mərhələdə uşaqlar hansı fəaliyyətlər icra edirlər? Artıq bu mərhələdə elə bir ən axırıncı mərhələdir bu. Təqribən onun yaşı deməli 12-nin üstü olan bir yaşdır. Artıq insan formalaşır, 12 yaşından yuxarı bir dövrdür. Bu yetkinlik yaşına yəni təsadüf edir. O artıq məntiq cəhətdən daha dərrakəli düşünür. Bir də deduktiv məsələ var idi. Deduktiv məntiqlə düşünə bilir eləsinə. Sistemli düşünür, planlı şəkildə düşünür. Artıq demək olar ki, o abstrakt təfəkkür var, onda tam olaraq dediyimiz inkişaf eləyir. Bəli, hipotetik düşünür, abstrakt düşünür. Yəni qeyri-adi fantastik şeylər haqqında düşünür və təbii ki, öz işində planlı, sistemli şəkildə həyata keçirir, deduktiv düşünür. Bu mərhələdə uşaqları biz ən çox hansı müzakirələrə cəlb etməliyik, nələrə daha çox cəlb etməliyik? Məsəl üçün biz onları debatlara cəlb edə bilərik. Daha yaradıcı işlərə cəlb eləyə bilərik. Özlərindən nəsə ideyalardan, nəsə məsələn sistem dərsləri var ki, uşaqlar elə bir material düzəldirlər ki, biz özümüz qalırıq ki, baxırıq, görürük ki, ay Allah, bu nə cür eləyə bilər. Yəni məntiqi o qədər güclü inkişaf, dərrakəsi o qədər inkişaf edib ki, artıq dediyimiz kimi biz onu dərk eləyə bilirik. Daha da konseptual düşünürlər. Elə konseptual düşünmək daha da dərindən düşünməkdir. Sosial müzakirələrə cəlb edirik, debatlara cəlb edirik. Yəni burada uşaqlarda daha çox zehni inkişafın ən yüksək pik nöqtəsidir ki, burada və ən mürəkkəb bacarıqlar, tapşırıqlar burada öz əksini tapır. İlkin əməli və ya əməliyyat öncəsi mərhələ haqqında danışaq. İlkin əməli mərhələ təqribən uşağın 2 yaşından 7 yaşına qədər olan bir dövrü əhatə edir. Burada özü artıq egoistcəsinə çıxış edir. Yəni ki, hər şeyi özü ortada görməyə başlayır. O, məsələn, saymağı bacara bilir eləsinə. Sonra sadə oyunları oynaya bilir eləsinə. Məsələn, nəyisə eyniləşdirə bilir. Məsələn, qapı zəngi çalında onu nəyinəsə qurub quraşdırmaq xüsusiyyətinə malik olur. Şüurlu manipulyasiya sözü var. Məntiq xətalarına yol verə bilir. Düz saya bilir, amma tərsinə saymaq onun üçün biraz çətinlik törədir. Bəli, tamamilə doğrudur. Yəni burada həddən artıq ümumiləşdirirlər və qavramalarına əsasən. Ümumiləşdirmə konkret əməldə də var. Konkret əməldə məntiqi ümumiləşdirmə aparırlar. Amma burada gördüklərinə əsasən, qavradıqlarına əsasən ümumiləşdirir. Ona görə də daha çox məntiq xətasına yol vermiş olurlar. Əla. Misal üçün, bax deyirəm ki, bu təlimə qoşulan müəllimlər hamısı bu təlimə qoşulublarsa, deməli imtahan verəcəklər. Mahirə müəllim də metodika təliminə qoşulub, deməli Mahirə müəllim də imtahan verəcək. Burada hansı mərhələdir, nə adlanır bu?
Ümumidən biz xüsusiyə gəldik və deduktiv düşündük. Deməli, formal əməli mərhələsinə biz Aferin. Bu məntiq qədər qoyduq da, yəni sadə. orada. Bəli. Ya induksiya, deduksiya biz təfəkkürü keçəndə keçəcəyik. Bəli, Sadəcə burada da keçmək. olduğuna görə deyirik. Deyir ki, uşaq bir dəfə isti çaydana toxunub əlini yandırıb. İndi əlini tanımadığını əşyaya vurmur ki, birdən əlim yenə yanar. O hissi hərəki mərhələsindədir müəllimə. O Həddən artıq yəni ümumiləşdirmə hardaydı? Qavradığı kimi ümumiləşdirirdi. yox, Elə hətta artıq ümumiləşdirmə ilk mərhələ əməlində idi. burada həddən artıq ümumiləşdirir. Yəni bir dəfə çaydana əlim vur, elə bil ki, bütün əşyalara əlim vursa əli yanacaq. Əli yanacaq. Hə, müəllim, Məntiq düzdür, xətası. düzdür. Harda məntiq xətası varsa, Xətası. yəni elə qavrayır da. Məsəl üçün stəkana da əl vurmur. Elə vurur, məsələn, çaşkada bilirsən əli yanır. Harda çaşka birinci barmağına Məntiq toxunur. xətası. Bəli, məntiq Edirik xətası. də evdə. Yəni uşaq həddən artıq ümumiləşdirmə aparır özü üçün ki, deməli bu nədir? Bu da istidir. Bu da Məntiq xətası. və yaxud bir dəfə bıçaqda əli kəsilibsə, harda o formada bir əşya görür, ondan qorxur. Elə bir yeni də əli kəsiləcək. Qarnirdən sual verim sizə. Ya təkrarlamısınız yoxsa? Verin müəllimə, amma baxmamışam da müəllimə. Biləcəksiniz. Biləcəksiniz, bilirəm. Təqribi bilirəm müəllimə. Hansı uşaqlarda deyirdi ki, bu uşaqlarda söz bazası daha çox olur, Lingvistikdə də olur müəllimə. Bu qədər sadə. Hansına dedik hesablamalar aparır, Məntiqi riyaziyyat məsələsində var idi. tənqidi düşünürlər və hansında deyirdik ki, gözlərinin qarşısında canlandırırlar, göz yaşları. Vizualdadır müəllimə. Sinxron, asinxron yadınızdadır Mahirə xanım? Mən onu qızancaq. Bilirəm ha, biri canlıdır, daim olaraq eləncə bir damcı adlarını qarşılamam, onu soruşmayım məndən. Göndərərik sizə. Onu qeyd ki, Mahirə xanım bizim təlimə yeni qoşulub. Bu mövzuları lap əvvəl çoxdanıncı ildə bizimlə keçib. Onda tarix müəllimlərinin sertifikasiyası olmadı deyə saxladıq təlimi. O göndərərik sizə. O sinxron, asinxromu təkrar edərsiniz inşallah. Məhəmməd, çox sağ olun. Müəllimlərimiz sizdən çox razıdır. O biri müəllimlərimizin nəticəsi müsbətdir. Ona görə inşallah 60-ın üstünə 65 yazarıq, 60 olmaz. 60 yazaq bəsdir. Sağ olun müəllimə, çox sağ olun, sağ olun. Sağ olun Mahirə xanım. Davam edək Gülnar xanımla. Xoş gördük Gülnar Hüseynova. Axşamınız xeyir, çox sağ olun.